Salam əziz tələbələr, xoş gördük hər birinizi. Söz verdiyim kimi yenə də sizə kömək etmək üçün imtahana düşə biləcək sualların izahına gəldim. Sizin üçün gəldim. Так, первый вопрос. Выберите предложения, в которых выделены, yəni seçilmiş sözlər. Выделенные слова, yəni seçilmiş sözlər употребляется в прямом значении, yəni həqiqi mənada işlənməlidir. Gəlin sözlərə baxaq. Zrelые плоды, dəymiş meyvələr. Значит, dəymiş meyvələr həqiqi mənadadır. Demək, birinci doğru variantdır. Второй. Tijollu çamadan, ağır çamadan demək doğru variantdır. İkini də doğru götürürük. Üçə baxırıq. Zrelого возраста, dəymiş yetkin bir yaş. İnsan müxtəlif yaşa çatandan sonra starости deyirlər zrelый возраст. O da dəymiş bir yaş olaraq məcazi mənada deyilir. Demək, bu variantımız səhv variantdır. Biz üçü götürə bilmərik. Bizdən həqiqi mənada olan sözləri istəyir. Tijolый xarakter, yəni insanın adətən çox ağır xasiyyəti olur. Amma xasiyyət necə ağır ola bilər? Demək, məcazdadır. 4 də səhvdir. 5-ə baxırıq. Стальное кольцо, yəni polad üzük. Yəni, üzük həqiqətən də materialı poladdan ola bilir. Demək, 5 də doğru variantdır. 1, 2, 5. Hansı variantımız oldu? D variantı. 1, 2, 5 bizdə D variantı doğru oldu. Demək, biz götürürük D variantını. Второй вопрос. İkinci suala baxırıq. В каком ряду во всех словах на месте пропуска пишется «е»? Yəni, buraxılmış hərflər «ye» olmalıdır. Hər bir sırada, hər iki tərəfdə. Yəni, 3 nöqtələrin yerinə «ye» hərfi buraxılmalıdır. İ ilə bitən və yaxud İ ilə bitənlər adətən предложный падежdə İ qəbul edir. Работает в типографии. Где sualına cavab verir, məkanı bildirir. Предложный падеж burada həmçinin. Значит, İ kimi gedəcək. Выступит на конференции olacaq. İ olacaq. Не нуждаться в помощи. İ olacaq. Большом местечке. Ye olacaq. Burada bir İ oldu. Demək, A da B də getdi. Находится в санатории. Yenə də S də getdi. Çünki burada da кбашня olacaq. A piyesi olacaq. Рассказать. Встретиться на лекции. Demək, bütün variantlar getdi. Doğru variantımız qaldı Y variantı. Подниматься по лестнице. Лечиться в больнице. Yəni, pillələrlə qalxmaq və xəstəxanada müalicə almaq. Hər ikisində Y hərfi buraxıldığına görə biz Y variantını götürdük. Так, tretье. Predlogum v употребляется slova. Predlogla hansı sözlər işlənir? Yəni, bir sözdən də siz onu tapa bilərsiniz. Adətən v biz deyəndə içində bir şeyi nəzərdə tuturuq. Həmçinin v, biraz qrammatika hissəsindən də sizə izah edeyim. V, kuda sualına cavab verəndə Venitsenlə падеж olur. Bax, kuda sualına cavab verəndə olur Venitsenlə падеж. Venitsenlə падежdə женский rodda o-yu qəbul edir, u-yu qəbul edir. Muşskoy rodda əgər söz canlıdırsa a-ya, cansızsa da heç bir şəkilçi qəbul eləmir. Как именительный падеж. Adlıq haldakı kimi olur. Eləcə də srednə rodda da o cürdür. Na da həmçinin həm kuda sualına cavab verir, həm qde sualına cavab verir. Kuda sualına cavab verəndə Venitsenlə падежи bildirir. Qde sualına cavab verəndə həmçinin v da qde sualına cavab verəndə предложный падежdə olur. Gəlin indi sözlərə baxaq, hansı sözlərin qarşısında na konsert. Ona görə konsert sözünə bir sözə görə в клинике на концерте olur. Значит, bu A minus oldu. На конкурсе, на встрече, например. O demək B də minus oldu. Bax, eskalator sözü pillələrdir. Həmişə eskalatorun üstündə biz qalırıq. Ona görə S-ni də götürə bilmirik. Astanovka küçədə olduğuna görə na ulici, astanovka, avtobus astanovkalar həmişə na işlənir. Demək, hansı variantımız doğru oldu? Y variantı. Çünki seyfin içində zooparkda bir də posyolka. Bax, şəhər, kənd, город, rayon, derevня, posyolka. Bunların qarşısında istisna olaraq dağlıq zonaları və yaxud ki, ada şəhərləri istisnalıdır. Çünki onların qarşısında na işlənir, v işlənir. Bir də mən öz tələbələrimə həmişə demişəm, sizin üçün də deyirəm, ümumən deyirəm. Bax, elə sözlər də var ki, sizin qarşınıza elə suallar da çıxar. Yəni, həm v ilə işlənir, həm na ilə işlənir. Bax, bədən üzvlərində gözün üst hissəsi də var, iç də var. Və yaxud ürək üstünə sersi də deyirik, v sersi də deyirik. Əlin üstü də var, içi də var. Və yaxud bir burunun üst hissəsi var, iç
hissəsi və yaxud su ilə bağlı olan yerlərə həm na ilə işlənir, həm v ilə. Na море я иду, на речку, например. Amma üzərində deyirik plavaya v речке, в море. Eləcə də transportla bağlı olan yerlər də həmçinin. Məsələn, на чем едешь на работу? Я еду на автобусе. İçində olanda deyirsiniz ki, я в автобусе. Или на самолете я полечу. Amma içində olanda deyirsiniz ki, я в самолете. Или на поезде поедете, или поезде. Понятно? Yəni transportla, su ilə olan bağlı olan yerlərin qarşısında həm v, həm də na işlənir. 4-ə keçid alırıq. 4 sizin həmişə deyirəm tələbələrim üçün ən çaşdırıcı sual paronimlərdir. Biraz çətindir həqiqətən. Baxın, burada kursivi sözlər, bax həmin sözlərin altından xətt çəkirəm. Bolotnayadır, bax svetnıyadır, diplomatiçniyadır, effektniya, palatычны, правильно? Gəlin B-dən başlayaq. Svetnıya sözü rəngli deməkdir. Svetistə güllər, çiçəklərlə ahata olunan. Demək, metallı svetnıya demək plus. Bu doğrudur. Bizdən isə səhvi soruşur. Atvet diplomatичный, içni, levi, tenli ilə bitənlər insan və insan xüsusiyyətlərini bildirdiyinə görə diplomatik bir cavab ola bilir. Bu da doğrudur. Diplomatiçeski korpus ola bilir. Zrelişi mənzərədir. Effektli, gözəl mənzərə ola bilir. Effektivli isə nəticəsi gözəl olan. Ona görə D variantını götürürük. Qaradok palatычны olur. Yəni palatkalı bir balaca şəhərcik. Demək, bunlar hamısı doğrudur. Bizim səhv variantımız A variantındadır. Niyə A variantındadır? Местность yer deməkdir. Balatist də olacaq. Balatist də yəni bataqlıqlı, yəni bataqlıqla ahata olunan yer ola bilir. Amma bolotная, например, птица ola bilir. Понятно? Ona görə bizim məsələn zapах ola bilir. Bolotный zapах. Yəni balotanın, yəni bataqlığın qoxusu. Значит, doğru variantımız oldu A variantı. Aha, 5-ə baxırıq. Yenə də bax, kursivi sözlər paronim sözlərdir. Yenə də aşıbkanı bizdən soruşur. Sözlərin altından xətt çəkək. Seçilmiş sözlər qadavoy, vneklassvı, благодарный, длительный. Gəlin baxaq. Yenə də biz B variantından başlayaq. Doxod gəlir deməkdir. İllik gəlir olur qadavoy. Qadavalı ili bir yaşı başa çatan məsələn rебенок ola bilir. Общество demək bunlar minusdur. Yəni bunlarını biz götürə bilmirik. Bunlar doğrulardır. Doğrulara plus qoyuram. Amma bizdən səhv variantı soruşur. Общество cəmiyyətdir. Внеклассовые cəmiyyətdən kənar deməkdir. Внеклассные sinifdən xaric deməkdir. Sinifdən xaric oxu ola bilər. Внеклассное чтение. Общество внеклассовое ola bilər. Çünki cəmiyyətdən kənar bir cəmiyyət ola bilər. C variantı da doğrudur. Bizə lazım deyil. Tema благодарная. Благодарная nəcib deməkdir. Благодарственный təşəkkür dolu deməkdir. Demək, bu da doğrudur. Наблюдение müşahidə deməkdir. Uzun sürən bir müşahidə. Длительный. Длинный isə uzun deməkdir. Вот так. Bu da doğrudur. Demək, bizim ən səhv variantımız səhv sayılan və burada doğru sayılan cavabımız oldu A variantı. Правильный ответ var. Niyə? Çünki ливый insan və insan xüsusiyyətlərini bildirdi. Xəzəkə gnevliyə ola bilər. Çünki hirsli, qəzəbli, sahibə. A variantı doğrudur və biz də onu götürdük. Шестой. Укажите ряд слов, которые могут быть употреблены как и прилагательные, как и существительные. Yəni elə bir sözü göstərməliyik ki, o həm demək, burada T-ni qoyaq, demək həm isim, həm sifət kimi olmalıdır. O sözlər həm ismin, həm də sifətin suallarına cavab verir. Bax, часовой həm isimdir, saatlıq, həm isimdir, həm də ki sifət kimi olan sözdür. Amma учтивый sözü nəzakətlidir. Yəni bu sözə görə biz bunu götürə bilmirik. Demək, bu variantımız səhv oldu. Приезжий gəlmə deməkdir. Həm isimdir, həm sifətdir. Amma прозрачный şəffaf. Bu sözə görə də götürə bilmirik. Çünki ancaq sifət ola bilir. Душевный səmimi deməkdir. Больной da xəstə. Demək, bu variant da səhv oldu. Demək, достойный layiqli deməkdir. Вспыльчивый də hirsli deməkdir. Demək, bu da səhv oldu. Doğru variantımız oldu. Niyə? Рабочий, fəhlə. Это papa рабочий. Mənim atam fəhlədir. Кто рабочий? Это какой проспект? Это рабочий проспект. Və yaxud прохожий, gəlmə insan. Какой человек прохожий? Ötən daha doğrusu. Приезжий gəlmədir. Прохожий ötən, keçən. Понятно? Bunların sonluğu, sifətin sonluğu olsa belə, bu sözləri mən tələbələrə
tələbələrimə hətta tərcümə ilə verirəm ki, onlar daha yaxşı onu başa düşsünlər. Həm одновременно onların dili inkişaf edir, həmçinin daha tərcüməni biləndə əzbərçi formasını almır. Tələbənin yaddaşında qalır. Правильный ответ variant D. Составьте диалог. Gəlin baxaq. Adətən dialoqda хорошо birinci sözdən götürə bilmirik, bilmirik nəyə görə хорошо deyilir. Demək, biri götürə bilmirik. Biri götürə bilmiriksə, demək C variantı getdi. Çünki burada birdən başlana bilməz. Gəlin indi baxaq. Burada spasibo большое ilə 2-dən də götürə bilmirik. 2-dən də götürə bilmiriksə D variantı da getdi. Hələ ki qalmışıq 3 variant arasında. 3-ə baxaq. Добрый день, Камран. Конечно, какой автор тебя интересует? Artıq Kəmrana nəsə soruşulub ki, ondan nəsə istəyiblər ki, o da deyir ki, əlbəttə səni hansı müəllif maraqlandırır. Demək, biz 3 ilə də başlaya bilmirik. Biz qalmışıq 2 variant arasında. A və Y arasında. Gəlin baxaq. Здравствуй, Leyla. Sможешь мне найти книгу? Salam, Leyla. Sən mənə kitab tapa biləcəksən? Sonra 3 gələcək. Добрый день, Камран. Конечно, какой автор тебя интересует? Əlbəttə, Камран, səni hansı müəllif maraqlandırır? 5 gəlir. Demək, hələ ki gedir ardıcılıq. Мне нужен роман Çingiz Aytmatova. Mənə Çingiz Aytmatovun romanı lazımdır. Ondan sonra 1 gəlməlidir. Хорошо, тебе следует обратиться к каталогу, найти там буквы Ч, а затем выписать şifr нужной kniги blank требования. Sən deyir kataloqda Ç hərfi ilə olan kataloqu tapmalısan, sonra da sən blank tələb blankını doldurmalısan, yazmalısan. Sənə lazım olan kitabı həmin tələb blankına. Demək, hansı variantımız gəldi? 4, 3, 5, 1 gəlir. Çünki burada 2 gəlir. 1-dən sonra 2 gəlir. Bizim doğru variantımız idi, amma axıra qədər gedək. Спасибо большое, Leyla. Çox sağ ol, Leyla. Və пожалуйста, обращайся, если что-то будет непонятным. Sən müraciət elə. Sənə nəsə aydın olmayacaqsa müraciət elə. Demək, doğru variantımız правильный ответ variant D. Və sonuncu sizi yormadan sizin üçün söz verdiyim kimi izah edəcəm. Bax, bu da неверное словосочетаниеdir, amma bu paronim kimidir. Практическое занятие, praktik bir занятие. Bu doğrudur. Sonra effektivный metod. Bayaq sizə dedim, effektli gözəldir, effektivli nəticəsi gözəl olan bir üsul. Demək, bu da doğrudur. Достойный поступок, yəni layiqli bir iş. Demək, bunlar hamısı plusdur. Düzdür. Bizə isə deyir, неверное словосочетание, doğru olmayanı. Zveriniy следы, понятно? Чьи следы? Yəni vəhşi heyvanların izləri, ləpirləri. Demək, каменный берег. Каменный daşdan, sahil necə daşdan ola bilər? Каменистый берег ola bilər. Yəni daşla örtülən bir sahil ola bilər. Значит, правильный вариант, ответ variant D. Bax belə. Hər birinizə uğurlar diləyirəm. Növbəti dəfə mən sizin qarşınıza mətnlərlə çıxacağam. Mətnlərin də izahını sizə vermiş olacağam. Sağ olun, hər birinizə uğurlar.